Bu videoda bir cizgi nümunəsi işləyəcəyik və bu cizgi nümunəsini işləməklə həm də Modify menüsunda, Draw menüsunda keçdiklərimizi bir daha təkrar eləyəcəyik. Amma bununla yanaşı həm də cizgi nümunəmizi çəkdikdən sonra buraya ölçülər verəcəyik, üzərinə yazı yazacağıq və cədvəl quracağıq. Sadə şəkildə bu videoda sizlərə Annotation menüsunda öyrəndiklərimizi cizgilərimizdə necə tətbiq edə bilərik, bunu göstərəcəm. Gəlin ilk öncə cizgimizi çəkək. Görürük ki, burada diametri 30-a və diametri 50-yə bərabər olan 2 ədəd sirklımız var. Ona görə də sirkl alətini seçirəm və gəlib burada ilk öncə D enter deyib diametri 30-a və eyni mərkəzdə diametri 50-yə bərabər olan 2 ədəd sirklımı çəkirəm. Sonra baxıram burada nə var? Mərkəzdən sağa doğru 55 və ondan da 15 sağa doğru 2 ədəd sirklımız var. Hansı ki, onların mərkəzi də radiusu 7-yə və 12-yə bərabərdir. Sirkl alətini seçirəm. Bu mərkəzdən sağa doğru ilk öncə 70 gedəcəm. 70 getdim və burada radiusu 7-yə, həmçinin onun da mərkəzində radiusu 12-yə bərabər olan 2 ədəd sirkl çəkirəm. Və bunları seçib kopyalama aləti ilə sola doğru 15 məsafədə kopyalayıram. Kopyalama işlərini yerinə yetirdikdən sonra baxaq bizdə başqa burada nə var. Görürük ki, mərkəz xəttini çəksək əgər, onu offset eləyərək həm bu sirklların üzərlərində xətt çəkmiş olarıq, yəni bu xəttləri həm də bu xəttləri çəkə bilərik. Offset alətini istifadə edəcəm. İlk öncə radiusu 7-yə, daha doğrusu məsafə olaraq 7 məsafə aşağı yuxarı, daha sonra isə 14 məsafə, daha doğrusu 12 məsafə. Səhv elədim, burada 12 yazdım. Bir daha seçirəm, yenə 12 yazıram aşağı doğru. Bu 14-lük məsafəni silirəm buradan. Bura qədər çəkdim. Trim alətini seçək. Bizə lazım olmayan hissələri cizgimizdən tez çıxaq ki, başımızı burada qarışdırmasınlar. Gəlirik, daha sonra buranı ümumiyyətlə kəsirik və həmçinin bu hissələri də kəsib cizgidən çıxarırıq. Ortada olan xətti ümumiyyətlə yenə də silirəm. Bu sirklların iç tərəflərini, hamısını kəsib cizgimizdən çıxarırıq. Bunlar bizə lazım deyirlər. Həmçinin baxırıq burada, bunların hamısını buradan silməliyik. Trim alətini burada istifadə edərkən mausumu basıb saxlayıram. Bu şəkildə hamısını çıxardıram və gördüyünüz kimi bizə lazım olmayan hissələrin hamısını kəsib çıxdıq. Bu hissələrin hamısı isə cizgimizdə qalmalıdır. Daha sonra burada nə var görək? Burada görürük ki, 40 dərəcə bucaq altında bir ədəd düz xətt, bir ədəd isə 40 dərəcə bucaq altında line çəkməliyik ki, həmin o kəsişmə nöqtələrini tutaq. Amma kəsişmə nöqtəsi nədir? Burada baxırıq. Radiusu 45-ə bərabər olan sirklda kəsişmə nöqtəsi var. 45 yazdım. Line alətini seçirəm. Bir ədəd düz xətt çəkirəm buradan. Bir ədəd də 40 dərəcə burada yaranmalıdır. Buranın 40 dərəcə olması üçün ümumiyyətlə bu line 50 dərəcə bucaq altında hərəkət eləməlidir. Kiçik işarəsi qoyub 50 yazıram və bu şəkildə uzadıram. Gəlib o kəsişmə nöqtələrdən sadəcə birində çəkib digərinə kopyalayacağım. Radiusu 5-ə və 9-a bərabər olan 2 ədəd sirklımız var. Və bu sirklları seçib kopyalama aləti vasitəsilə gətirib buraya da birləşdirirəm. Trim alətini seçirəm və buraları kəsib cizgimdən çıxardıram. Daha doğrusu bunları ümumiyyətlə seçib silməliyəm. Bizə lazım deyirlər. Yenə də trim alətini seçdim. Bu hissəni ümumiyyətlə kəsirəm. Bu hissələri də kəsib cizgidən çıxardıram. Həmçinin buraları da kəsirəm. Mənə sadəcə bu xətt lazımdır. Bu xətti çəkə bilməyimiz üçün az öncə xəttləri çəkdik və radiusu 45-ə bərabər olan sirklı formalaşdırdıq. Bunu seçib offset eləyəcəm. Yenə də İlk öncə 5 məsafədə yuxarı aşağı, daha sonra isə 9 məsafədə yuxarı aşağı bu şəkildə kopyalayıram. Mərkəzdəki xətti silirik yenə də. Trim alətini seçib bizə lazım olmayan bu hissələri cizgimizdən çıxardırıq. Bu hissələrin hamısını çıxartdıq. Bundan sonra isə buranı formalaşdırmalıyıq. Radiusu 30-a bərabərdir. Tantan radius deyirik və bu iki hissəyə toxunaraq keçən radiusu 30-a bərabər olan bir sirkl çək deyirik. Həmçinin burada da toxunan var. Bunun isə radiusu 60-a bərabərdir. Yenə də tantan radiusu seçdim. Bu nöqtə və bu nöqtə, yəni çöl tərəfə olan hissələrinə toxunaraq keçən radiusu 60-a bərabər olan sirkl var. Seçdiyimiz nöqtələrdə yaranmadı. Yenə də gəlib seçirəm və göstərmiş çəkmiş oldum az öncə. Nöqtələri, toxunma nöqtələrini seçərkən düz seçməmişdim. Buranı sildim, buranı da sildim, həmçinin buranı sildim. Və beləliklə biz artıq cizgimizi formalaşdırmış olduq. İndi isə bu çəkdiyimiz cizgiyə ölçülər verəcəyik. Hansı ki, Annotation menüsündə bunu keçmişdik. Bu cizgidə həm də biz Modify alətlərindən offseti, trimi və Draw menüsündən sirklı geniş istifadə eləmiş olduq və o alətləri də təkrarladıq.
Və indi annotation menüsünə keçək. Qeyd edeyim ki, daha öncə çəkdiyimiz cizgi nümunələri və hansı ki, mənim yerləşdirəcəyim cizgi nümunələrini çəkərkən də yaxşı olar ki, ölçüləndirməni daha yaxşı məşq eləmək üçün həmin cizgilərə ölçüləri verin. Gəlib liner alətini seçirəm və gördüyüm bütün hissələrə ölçü verəcəm. İlk öncə görürük ki, bu mərkəzdən buraya doğru bir ölçümüz var. Ölçüləri hələ ki dəymirəm. Necə verirəmsə buradan, heç bir dəyişiklik eləmədən hamısını verəcəm. Daha sonra daxil olub annotation hissəsindən onları dəyişəcəyik. 55 və 15 məsafəsini verdim. Sonraki ölçülərimizin hamısı isə demək olar ki, dərəcə, radius və diametrdir. Radius seçimini elədim. Buraya radius verirəm. Daha sonra enteri tıklaya digər ölçüləri də verəcəm. Tam olaraq burada harda yerləşib, elə yerləşməsinə ehtiyac yoxdur. Yəni, əsas olan odur ki, doğru ölçüləri verək və bütün ölçüləri verək. Buranı seçdim. Daha sonra radiusu 45-ə bərabər olan sirkl var, amma biz radiusu 45-ə bərabər olan sirklı silmişik. Bu hissəyə radius verə bilməyimiz üçün mən belə bir üsul tətbiq eləyəcəm. Gəlirəm radiusu 45-ə bərabər olan sirklı burada yenə də çəkirəm və bu hissəni seçib silirəm, hansı ki, mənə lazım olan hissəni saxlayacağım sadəcə. Tutaq ki, sadəcə mən buranı saxlayıram, buranı da kəsib silirəm. Amma bu xətti digərindən fərqləndirmək üçün Properties menüsünə daxil olub, ilk öncə bunun şəffaflığını biraz artıraq, biraz daha şəffaf olsun. Məsələn, 40 yazdım. İndi biraz daha şəffafdır, görürük. Həmçinin bunu qırıq-qırıq xəttə çevirəcəm. Bunun üçün gəlib line tipini bu şəkildə seçirəm. Miqyasını da buradan biraz dəyişirəm. 10 qoyuram. Bu şəkildə indi artıq digərindən, yəni cizginin özündən fərqlənmiş olur. Bunu eləməliyəm ki, buradan gəlib radius seçimini eləyib, bunun da radiusunu göstərə bilim. Gəlib buradan göstərdim radiusunu. Daha sonra isə diametr seçimini eləyib, son diametrlərimizi də burada veririk. Buranı verdim və buranı da diametrini göstərdim. Son işimiz qaldı dərəcəni göstərmək. Dərəcəni göstərmək üçün yenə də az öncə sirkla tətbiq elədiyimi bu xəttlərə də tətbiq eləyəcəm. İndi bunu necə tətbiq elədiyimi göstərəcəm. İlk öncə bu line-ı 40 dərəcə bucaq altında çəkək. Bu xəttlərə də bu sirkla tətbiq elədiyimizi tətbiq eləmək üçün Match Properties-ə gəlirik. Bu sirklı seçib, daha sonra gəlib bu line-ları seçirik. Bunları Properties menüsünü keçəndə izah eləyəcəm, amma indi qısa olsun deyə bu şəkildə də göstərirəm. Gördüyünüz kimi bu line-lar da bu sirkl ilə eyni xüsusiyyətləri artıq daşıyır və dərəcəni vermək üçün gəlib buradan Angular seçimini eləyirik və bu iki xətti seçirik. Dərəcəni bu şəkildə buraya veririk. Bundan sonra isə biz artıq ölçülərimizin görünən olmasını və həmçinin buradakı standartlar ilə eyni olmasını istəyirik. Gəlirik bunun üçün Annotation menüsünə və buraya Dimension Style'a bir dəfə tıklayırıq. Yenisini yaradacağım, adını 1 qoyuram. Fərqli bir ad qoymasaq da olar. Continue deyəndən sonra Modify menüsü açılır. Mən burada ilk öncə hamısının eyni dərəcədə böyüməsini istəyirəm. Ona görə də Fit hissəsinə gəlib buraya ilk öncə 10 yazıram. Onu tıklayıb OK dedim, close vurdum. İlk öncə görək necə dəyişiləcək. Bir dəyişikliyi olmamasına səbəb bunların hələ də standart menüsündə qalması ilə bağlıdır. İndi bunların hamısını seçib, onların hamısını gəlib buradan menüsünü dəyişməliyəm, layer'ını dəyişməliyəm. Bucaq cəmi bir dənədir deyə bir dənə oldu. Bir radiusu seçirəm. Burada Select Similar deyirəm, bütün radiusları seçir. Həmçinin bunları da Select Similar elə bilərəm, amma sayı az olduğu üçün hamısını birdən seçirəm. Və gəlib buradan bir seçim edirəm. Baxaq, indi bizə nə qədər uyğundur. Biraz da böyüdə bilərik. Böyütməkdən əlavə burada sıfırların sayını yox eləyək. Yəni, nöqtədən sonra ümumiyyətlə sıfır olmasın deyək. Və həmçinin yazı tipinə baxın. Burada görürük ki, xəttin kənarındadır, amma burada xəttin üstündədir. Biz gəlib xəttin üstündə seçimini eləməliyik orada. O standartda olsun. Gəlirik buraya. Bir burada seçili olduğu zaman Modify deyirik. Primary Units'dən gəlib sıfırların sayı 1-ə indiririk və daha sonra text hissəsinə gəlirik. Text hissəsində tutaq ki, burada center deyil, above deyək, yəni üzərində. Burada nümunəyə də baxırıq. Bu hissədə center qalsın. Aligned seçimi var. Aligned eləməliyik mi? Bəli, çünki burada da görürük ki, əslində burada aligned olub olmaması bilinmir, çünki əyri xəttimiz yoxdur. Amma radiuslarımızda görürük ki, aligned elədikdən sonra bizim bu cizgidə olduğu kimi olur. Ona görə də aligned saxlayıram. ISO standart eləsə gördüyünüz kimi bu şəkildə olacaq. Hansı ki, xəttin tam üstündə deyil. O xəttin yanından əlavə bir xətt çəkərək onun üzərində yazır radiusu. Ona görə də aligned seçimini aktiv saxlayırıq.
above dedik burada üzərində yazıdır. OK tıkladıq, close dedik. İndi gördüyünüz kimi xəttin üzərinə gəldi bu yazı. Necə ki, cizgidə də elədi. Cizgi nümunəsində həmçinin radiuslar da bu şəkildə yazılmış oldu. Yəni tam olaraq bizim istədiyimiz kimi, sadəcə ölçüsünü biraz böyütməliyik. Burada ölçüsü balacadır. Bu 30-u biraz kənara çəkirik. Ölçüləri verərkən həmişə çalışmaq lazımdır ki, bir-birlərinə qarışmasınlar, bir-birlərinə maneçilik törətməsinlər. Biraz gətirdim buraya. Yenidən modifaya daxil olub. Burada fitdə 10 idisə 15 eləyirəm. İndi baxaq 15 verdiyimiz zaman necədir? Məncə artıq hardasa bizim cizgimizə biraz uyğundur. Amma görürük ki, cizgi nümunəsində yazılar böyüdür, oxlar nisbətən kiçikdir. Biz fit vasitəsilə böyütmüşdük, amma oxları əlavə olaraq dəyişə bilərik. Gəlirik buraya, modifaya daxil oluruq. Ox hissəsində burada ölçüsünü dəyişə bilərik ki, mən indi dəyişməyəcəm. Əgər siz fit ilə işləmək istəmirsinizsə, fit hamısını eyni dərəcədə böyüdür. O zaman tekstləri məsələn əlavə olaraq gəlib 15 dəfə böyüdə bilərsiniz, amma simvolları 6 dəfə, 7 dəfə, yəni müxtəlif ola bilər ki, bir neçə dəfə bunu sınayasınız. Mən indi hazırda dəyişməyəcəm, çünki fit verdiyim üçün hamısını eyni şəkildə böyüdüb və hal-hazırda mən burada simvolu dəyişsəm heç bir dəyişiklik olmayacaq. Ona görə OK deyib çıxıram və artıq mənim istədiyim kimidir bu hissədə bütün ölçülər. Ölçülərimizin rəngini, onların stilini falan dəyişə bilərik, amma bu artıq cizgimizdən asılıdır. Onları dəyişmək üçün gəldik. Tutaq ki, mən istəyirəm ki, cizgilərim, dimensionlarım qırmızı rəngdə görünsün. Gəlirəm buraya. Bunun üçün gəlib tekstin də rəngini buradan gərək dəyişim. Eyni zamanda gəlib buradan line'ların da rəngini dəyişim. Yəni birinin rəngini dəyişiriksə, hamısını da eyni rəngə gətirməliyik. İndi əgər OK desəm, bütün ölçülərim öz rəngini dəyişəcək. Bunlara qırıq-qırıq xətt, qalınlığını dəyişərək müxtəlif qalınlıq və s. verə bilərəm. İndi mən tutaq ki, burada cizgimin adını yazmaq istəyirəm. Bunun üçün gəlirəm, tekstə daxil oluram. Multiline text dedim. Burada bir pəncərə açıram. Və tekstin adını tutaq ki, ya belə də eləyə bilərəm və yaxud da belə bir şey eləyək. Tekstin adını ümumiyyətlə yazıram bura, daha doğrusu cizginin adını yazıram bura, cizgi nümunəsi. Cizgi nümunəsi 1 yazdım və yazım çox kiçikdir hal-hazırda. Yazını böyütmək üçün ya gəlib üzərinə 2 dəfə tıklayıb, içərisinə daxil olub buradan böyüdə bilərsiniz. Məsələn 10 yazdım, böyüdü və yaxud da scale eləyərək də böyüdə bilərdiniz. Görürük ki, burada mən belə eləyəndən sonra, böyüdəndən sonra 2 sətrə keçdi, amma mən istəyirəm ki, 1 sətirdə olsun. Bu şəkildə uzadıram. Həmçinin buraya daxil olub yazımı tam mərkəzdəsin deyə bu seçim edirəm ki, hər iki tərəfdən də bu yazını mərkəzləmiş olsun. Yazını seçili hala gətirib move vasitəsilə burada bu cizginin üzərinə qoyacağam. Biraz görürəm ki, yazım çox böyüdü. Ona görə daxil olub biraz da balacalaşdırıram. Tutaq ki, 7 elədim və bu şəkildə buraya yerləşdirirəm. Daha sonra ola bilər ki, bu cizginin çəkilmə mərhələləri haqqında bir tekst hazırlayım. Mən bunları indi hal-hazırda nümunə olsun deyə göstərirəm. Yəni, başqa cizgi nümunələrində, layihələrdə ümumiyyətlə bu şəkildə cizginin çəkilmə qaydası verilmir. Sadəcə sizin layihənizə uyğun olaraq da orada hansısa bir tekst veriləcək. Gəldim buraya daxil oldum, belə bir böyük pəncərə açdım. Tutaq ki, mən burada addımları qeyd eləmək istəyirəm. Sadəcə bir neçə cümlə yazacağam buraya. Şrifti Azərbaycan şriftinə gətirdim və yazmağa davam edirəm. İkinci sətrə keçmək üçün Enter-ə tıklayıram. Burada avtomatik olaraq mən 1 yazanda özü bunu sıraladı. Sıralamanı pozmasını istəmirəm, elə saxlayıram. Sadəcə bu hissədən tutub biraz rəqəmə yaxınlaşdırıram yazımı və Enter vurduğum zaman avtomatik olaraq özü ikinci sıranı yaradır və mən bunu pozmuram, elə bu şəkildə davam edəcəm. Bu şəkildə tutaq ki, mən yazımı yazdım, mərhələləri, cizgimin çəkilmə mərhələlərini qeyd elədim. Yazını yazandan sonra Close Text Editor deyirəm və yazıdan çıxır. Yazım yenə də görür ki, çox kiçikdir. Bayaqları içərisinə daxil olub ölçünü dəyişmişdik, amma Scale aləti vasitəsilə də biz bunu miqyaslandıra bilərik. Tutaq ki, o birisinə 7 yazmışdımsa, buna da 7 yazıram. Amma bunun üçün görürük ki, 7 çox kiçik qalmış olur. Yenə də Scale dedim, 7 dəfə böyütmüşdüm. Bu 7 dəfə böyütdükdən sonra bir 5 dəfə də böyüdürəm. Bu şəkildə tutaq ki, mənim üçün OK deyirəm və Move aləti vasitəsilə gətirib bu yazını burada yerləşdirirəm. Yazımın əgər yerləşdiyi hissə çox balaca və yaxud da böyük olarsa, bu hissədən gəlib enləşdirib genişləndirə bilərik. Genişləndirib daralda bilərik daha doğrusu. Gəldim mən buradan seçdim. Mən buradan gətirdiyim zaman görürük ki, yazımı sətirdən sətrə keçirdir artıq. Məsələn,
Burada çox gəldiyim üçün artıq bunu 2 sətrə böldü, amma mən belə olmasını istəmirəm. Ona görə də bu hissədən bunu biraz genişləndirirəm. Biraz da genişləndirirəm ki, ikinci sətrə keçirtməsin. Bu şəkildə buranı da aşağı saldım ki, ikinci sətrə keçməyini istəmiriksə əgər. Burada əgər buranın uzunluğu böyük olarsa, enter deyib aşağı çəkə, amma daha sonra backspace ilə rəqəmi silə bilərik ki, yəni bu hissədə rəqəm qoymasına ehtiyac yoxdur. Bu bunun ardıdır kimi bunu AutoCAD-a bildirə bilərik. Bu şəkildə bunu yazdım. Move aləti vasitəsilə gətirib tekstimi buraya yerləşdirirəm. İndi isə istəyirəm bu cizgimdə olanları bir cədvələ yığım və cədvəldə nədən nə qədər say olduğunu qeyd edeyim. Bunun üçün gəlirəm table hissəsinə daxil oluram. Table-mı neçə ədəd olacağını hələ dəqiq bilmirəm. Yəni bunlar şərti olaraq qalsın. Daha sonra silərəm mənə lazım olmasa. Gəldim table-mı açdım burada və table-dan bir dəfə sol düyməni vurub çıxdım ki, cədvəli görə bilim. Cədvələ daxil oldum və başlıq hissəsinə yazıram. Mən hər şeyi seçdim. Yəni həm başlıq, həm title qalsın, həm header qalsın, həm də ki datalar qalsın. Title hissəsinə, yəni başlıq hissəsinə yazacağam ki, elə cizgi nümunəsinin adını yazacağam. Cizgi nümunəsi buraya yazıram. Cizgi nümunəsi 1. Headerlara nə yaza bilərəm? Say nömrəsi, məsələn, sıra sayı SS yazdım. Daha sonra burada yazacağam ki, alətlərin adını yaza bilərəm. Məsələn, circle. Daha sonra və yaxud da belə eləməyək. Baxaq necə yaza bilərik bunu. Buraya yazaq. Tutaq ki, alətlərin adı. Bunlar header gedir hal-hazırda. Daha sonra isə onların sayını yazaq. Yəni neçə ədəd var cizgidə. Buraya sıra sayı olaraq 1, 2, 3, 4, 5 yazdım. Hələ ki saxlayıram. Alətlərin adı, yəni burada elə də çox alət yoxdur əslində. Circle aləti var. Line aləti var və yaxud da təsəvvür eləyək ki, burada rectangle və s. kimi alətlər də var. Və yaxud da offset yazıram. Yəni offset tətbiq olunub. Offset, daha sonra burada tətbiq eləmişik biz trim aləti və s. Yəni burada təsəvvür eləyin ki, hansısa bir cizgi var və o cizginin daxilində olan şeylərin adını yazırıq. Gəldim 5-i sildim, 4 ədəd olması kifayətdir. Aşağı hissələr mənə lazım deyilsə, hamısını seçib, buradan gəlib delete rows vururuq və o hissələri silmiş oluruq. Bu rəqəmlər istəyirəm ki, mərkəzdə olsun. Bu hissəni seçili hala gətirirəm. Və buradan gəlib top right deyil, middle center eləyirəm ki, mərkəzə alsın. Bunlar zaten mərkəzdədir. Circle sayı tutaq ki, cizgimizdə 10 ədəddir. 10 yazdım, enter vurdum, aşağı getdi. Line sayı tutaq ki, 5 ədəddir. 3 dəfə offset eləmişik, 15 dəfə trim eləmişik. Bu sayıları şərt olaraq yazdım. Yenə də bunların hamısını seçib, gətirib middle center eləyirəm. Və kənarda qalan bunlar mənə lazım deyilsə, gəlib delete column vururam. Delete column vurduqdan sonra ümumi olaraq bütün cədvəlim kiçilmiş olur. Bu cədvəli seçili hala gətirirəm. Move aləti vasitəsilə bunu da cizgimin yanına gətirəcəm. Amma yenə görürük ki, bunun da ölçüsü kiçikdir. Bunu da böyütmək üçün scale alətinə daxil oluruq. Və elə scale elədiyimiz zaman da böyüməsini görə bilirik. Yenə də balacadır mənə görə. 3 dəfə böyüt deyirəm. 3 dəfə böyütdən sonra cədvəli ümumi seçirəm. Və move aləti vasitəsilə gətirib bu şəkildə yerləşdirirəm. Cədvəlin xanalarını böyüdüb balacalaşdırmaq istəsəm, buradan gəlib stretch nöqtəsini seçirəm. Ta ki, buranı kiçiltdim. Deyirəm ki, buranın bu qədər geniş olmasına mənə lazım deyil. Buranı həmçinin alətlər adı, ən uzun ada uyğun olaraq kiçildirəm və yaxud da deyirəm ki, mənə bu da böyüdü, adı sözü keçsin aşağı. Belə olsa yaxşı olar və yaxud da elə bir sətirdə olmasını istəyirəmsə, buranı gəlib bu stretch nöqtəsini seçib genişləndirirəm. Say hissəsi də həmçinin görürük ki, çox genişdir. Bunu da kiçildirəm ki, mənim ölçümə uyğun olaraq qalmış olsun. Belə cədvəli çox sadə şəkildə formalaşdırdıq. Yəni cədvəldə əsas bilməli olduğumuz şeylər burada başlıq hissəsi, headerları, dataları düzgün seçmək, bizə lazım olduğu halda insert above, yəni aşağı və yaxud da yuxarı artırıb əlavə eləmək və bizə lazım olmadığı zaman lazım olmayan hissələri seçib silə bilməkdir. Bundan başqa burada bizə lazım olan məsələlərdən biri seçili hala gətirib onları mərkəzləmək, mərkəzə almaqdır və hansısa bir yazının növünü dəyişmək, rəngini dəyişmək və yaxud da ki, onun ölçüsünü dəyişmək istəyiriksə, buradan gəlib tekst ayarları ilə oynamaqdır. Yəni bu da bizim artıq text toolumuza aid olan xüsusiyyətlərdir. Tutaq ki, mən istəyirəm ki, circle yazısı gəlib burada fərqli rəngi olsun, qırmızı rəngi olsun. Seçib onu qırmızı rəngə çevirə bilirəm və yaxud da istəyirəm ki, mənim başlığım qara deyil, indi hal-hazırda mənim ekranım qaradır, ağ rəngdə bold yazıda olsun. Seçib bold hala gətirirəm ki, fərqlənsin, daha gözə çarpan olsun. Bu şəkildə layihələrimizdə əsasən cədvəllərdə və
çəkdiyimiz cizgidə, sxemdə məlumat vermək üçün ya tekstlərdən istifadə edirik. İndi bununla bağlı da sizə daha öncəki işlərimdə çalışdığım zaman necə cədvəllər qururduq, cədvəllərin içində nə qeyd edirdik və necə bu şəkildə yazılar yazırdıq, onu göstərəcəm. Məsələn, burada görürük ki, daha öncədən bu hissədə sol tərəfdə bir layihə işləmişik və o layihədə hansı işlər aparılacaq, o işlərin adları qeyd olunub, o işlərin adları ilə yanaşı ölçü vahidləri qeyd olunub burada və nə qədər torpaq çıxacaq. Bunlar hamısı gördüyünüz kimi az öncə sizə göstərdiyim cədvəldə olduğu kimi qeyd olunub. Sadəcə burada title-dan məsələn istifadə olunmayıb. Bu gördüyümüz header-lardır. Burada title əslində cədvəlin üzərində qeyd olunub, cədvəlin öz daxilində qeyd olunmayıb. Yəni bu deməkdir ki, cədvəl yaradılarkən title hissəsindən istifadə olunmayıb. Burada isə qeydlər hissəsi var, hansı ki bu çertyojla bağlı olan qeydlərdir ki, bunlar da adətən sxemlərdə, çertyojlarda verilir. Hal-hazırda bizim baxdığımız bu səhifə layout səhifəsidir, hansı ki layout səhifələri haqqında da dərslərimizin sonunda sizlərə məlumat verəcəm. Belə dostlar, annotation menyusu haqqında cizgi nümunəmiz bu qədər. Çox çətin deyil, yəni annotation menyusunda detallar bəlkə ola bilər ki, dərslərdə keçmişik çoxdur, amma onların çox cüzi hissəsini biz öz cizgilərimizdə tətbiq eləyəcəyik. Hansı ki, bu tətbiq elədiklərimizi daha öncədən Excel, Word və yaxud da digər Microsoft proqramlarında istifadə eləmişiksə, sizlərə daha sadə gələcək. Sadəcə əliniz öyrəşməsi üçün və daha sürətli işləməyiniz üçün indiyə qədər çəkdiyimiz cizgi nümunələrini siz də belə ölçüləndirə və yaxud da ki, onlar haqqında məlumatları belə qeydlər şəklində yaza, cədvəllərdə yığa bilərsiniz. Bu zaman daha çox praktika eləmiş olarsınız ki, bu da sizin üçün bu prosesi